Ələl xüsusda Ramazan ayı. Biz nələr var bu ayda? Hədisdə var, əs-somu yurisul hikmə. Oruc insana hikmət verər. O bir yaxşı söhbətdir. Hikmət yəni, daha sənin sözün Allah sözüdür. Hikmət yəni bu. Sözün Allah sözüdür. Kökü var. Allaha qayıdır. Amma necə çatarsan bu hikmətə? Peyğəmbər Allah Meyracda dedi, ya Əhməd, innəl əbdə izə əcəə bətnəh və həfizə lisanəh. Qarnını ac saxlasa, amma bunu ilə kifayətlənməsində dilini də biraz yiyə çıxa bilsə, əlləmtul hikmə, ona hikmət verərəm. Yəni, orucda yalnız qarın yox, dilimizə biraz yiyə çıxa bilsək, vallah, bu ayda bu güc var, biləsiz. Allah bizi çox yüksəkliklər aparar, çox zirvələr aparar. Hikmət verər bizə, hikmətli insan olarıq. Allah sənin dilinlə danışmağa başlayar. Orucda Allah bunu qoyub. Ələ düşməyən günlərdir bu günlər. Ələ düşməyən günlərdir bu günlər. Məsumlar bu günlərin, Ramazan ayını tərif eləyəndə elə bir söz deyiblər ki, mən biləm, bu kifayətdir ki, sən Ramazan ayını anlayasın. Əgər Əhl-i Beytin kim olduğunu müəyyən qədər anlaya bilsən, bu ayında kim olduğunu anlayacaqsan. Hədis budur ki, məsum buyurur ki, bu Ramazan ayının digər 11 ay olan nisbətini deyim mi sizə? Nə qədər üstündür bu ay o bir aylardan deyim mi sizə? Bəli dilən. Dedi, kəfəzlina alə sairin nas. Biz imamlar, adi insanlardan nə qədər üstünük? Ramazan ayında o bir aylardan o qədər üstündür. Buradan çıxarış eləyin, götürün, gedin. Bu ay gəlib səni, məni iynəsin, aparsın. Məni səni götürər, əlindən aparar. Bu ayda bu qədər güc var, qüdrət var.